Təsəvvür et ki, onlayn bir mağazadan məhsul sifariş vermirsən, sənə kuryerlə çatdırma ediblər, kuryerin ödənişini edirsən, amma məhsulun pulunu ödəmirsən. Bu çox qeyri-etik bir hərəkət olar, düzdür. Amma biz bunu gün ərzində dəfələrlə təkrar edirik. Məsəl üçün, təsəvvür edin ki, bu limonu X müəssisəsi istehsal edib. Sonra Ağac adlı bir kuryer, daha sonra Saçı dayı adlı bir kuryer vasitəsilə gəlib sənə çatdırır. Sən yəqin ki, Saçı dayıya pulunu ödədin, kuryeriyin qarşılığını verdin. Bəs bu X müəssisəsinə, bunu istehsal edən X müəssisəsinə nə etdin? Hansı ödəniş elədin? Eləmədin yəqin ki. Təşəkkür elədinmi? Sual işarəsi. Burada X müəssisəsinə hərə bir cür ad verir. Biri yaradan deyir, biri evrən deyir, biri enerji deyir. O X müəssisəsi sənin üçün hər nədirsə, onunla bağını möhkəm elə. Çünki ancaq həm uğuru, həm də hüzurlu həyatı bu şəkildə yaşaya bilərsən. Əgər X müəssisəsi ilə bağın güclüdürsə. Əks təqdirdə çətin məsələdir sənin balanslı bir həyat yaşamaq.